Təkrarımıza qaldığımız yerdən davam edək. Elastiki qüvvə FL bərabərdir mənfi KX. Bu Hooke qanunudur. Elastiki qüvvə mütləq uzanma ilə düz mütənasibdir. Mənfi işarəsi onu göstərir ki, deformasiya olmuş cismin hərəkətinin əksinə yönəlir elastiki qüvvə. Və F elastikinin modulun X-dan asılılığı düz mütənasibdir. Ağırlıq qüvvəsi ilə elastiki qüvvə tarazlaşırsa, mg bərabərdir KX. Yuxarı yönəlmiş təcilli hərəkətdə mg üstəgəl A bərabərdir KX. Aşağı yönəlmiş təcilli hərəkətdə mg çıx A bərabərdir KX. K yayın sərtliyidir. K bərabərdir F böl X-dir. Amma F-dən X-dən asılı deyil. K nədən asılıdır? S böl L0. Maddənin növündən və ölçülərindən. Sərtlik vahidi olaraq Newton böl metr götürülür. Vahidi BSD əsas vahidlərlə ifadə etsək, kiloqram böl saniyə kvadratı alınır. X burada mütləq uzanmadır. Delta L ilə işarə edirik. Delta L bərabərdir X-ə. Yəni X0. Deformasiya olmuş cisim potensial enerjiyə malikdir. Kx kvadratı böl 2, Fx böl 2 və F kvadratı böl 2K. Sürtünmə qüvvəsi nədir? Cismin hərəkətinin əksinə yönələn qüvvə sürtünmə qüvvəsidir. F sürtünmə bərabərdir μN, μP, μFT, μMJ. Mü sürtünmə misalıdır. Mü bərabərdir F sürtünmə böl N'dir. Vahidi yoxdur. Və F'dən, kütlədən asılı deyil. Toxunan səthlərin materialından, hamarlığından, necə əməl olunmasından, sürtkü yağının olub olmamasından asılıdır. Əvəzləyici qüvvə M bərabərdir F dartı çıx F sürtünmə. Çünki sürtünmə qüvvəsi dartı qüvvəsinin əksinə yönəlir. F dartı F sürtünməyə bərabərdirsə, cisim ya sükunətdə qalır və ya düz xətli bərabər sürətlə hərəkət edir. Cismə yalnız sürtünmə qüvvəsi təsir edirsə, o bərabər yavaşca hərəkət edir, tormozlanır və nəticədə dayanır. T tormoz bərabərdir V0 böl A. MV0 böl F sürtünmə, P0 böl F sürtünmə, kök altda 2 kinetik böl F sürtünmə, V0 böl μJ. T tormoz və S tormoz kütlədən asılı deyil. Tormoz yol S tormoz bərabərdir V0 kvadratı böl 2A, MV0 kvadratı böl 2F sürtünmə, P0 kvadratı böl 2FM, kinetik böl F sürtünmə, V0 kvadratı böl 2 μJ. Gördüyünüz kimi T tormoz V0-dan P0-dan düz, kinetik enerji ilə kök altı düz, mü ilə tərs asılıdır, kütlədən asılı deyil. S tormoz V0-dan kvadratik düz, P0-dan kvadratik düz, kinetik enerji ilə düz, mü ilə tərs, kütlədən isə asılı deyil. Cismə yalnız sürtünmə qüvvəsi təsir edirsə, M bərabər olur μMJ-yə, ona görə A bərabərdir μJ. Gördüyümüz şəkildə deformasiya olmuş yaya bir yük bağlanmışdır və bu zaman elastiki qüvvə ilə sürtünmə qüvvəsi bir-birini tarazlayır. Kx bərabər olur μMJ. Cismin çəkisi ağırlıq qüvvəsinin təsiri altında cisim askıya və ya dayağa göstərdiyi təsir cismin çəkisi adlanır. Sükunətdə olan cisim üçün P bərabərdir mJ. Yuxarı yönəlmiş təcilli hərəkətdə P bərabərdir mJ üstəgəl A. Aşağı yönəlmiş təcilli hərəkətdə P bərabərdir mJ çıx A. Gördüyümüz kimi P A-dan asılı olaraq müəyyən P0-dan başlayaraq artır. Əlavə yüklənmə N bərabərdir 1 üstəgəl A böl J. Çəkisizlik. Cisim sərbəst düşürsə A bərabərdir J və çəkisizlik halında olur. Yerə düşən ana qədər. Qabarıq körpüdə çəkinin düsturu P bərabərdir M vur J çıx V kvadratı böl R. Çəki körpüdə P bərabərdir M vur J üstəgəl V kvadratı böl R. Çəkidə qüvvə kimi vahidi Newtonur, dinamometrlə ölçülür. İpin ucuna bir yük bağlayaq və bunu şaqli müstəvidə fırladaq. Trayektoriyanın yuxarı nöqtəsində P bərabərdir ipin gərilmə qüvvəsinə. O da M deməli A çıx J-yə. Niyə? Çünki orada ani olaraq deməli A J-dən böyük olur. Trayektoriyanın aşağı nöqtəsində P bərabərdir M vur J üstəgəl A. Havanın müqavimət qüvvəsini də çıxartsaq, yuxarı yönəlmiş hərəkətdə müqavimət qüvvəsi mJ çıxar, aşağı yönəlmiş hərəkətdə M deməli A çıx J alınır. Deməli, mal müstəvidə cismə həm dartı qüvvəsi, həm sürtünmə qüvvəsi təsir edirsə, A bərabər olur J sinüs alfa çıx mü kosinüs alfa. İndi bu hardan alınır? Birazdan deyəcək. Əgər sürtünmə nəzərə alınmazsa, A bərabərdir J sinüs alfa.
Deməli, mail müstəvidə sükunət sürtünmə qüvvəsi mc sinus alfa, dartı qüvvəsi də mc sinus alfa, dayağan reaksiya qüvvəsi mc kosinus alfa, sürüşmə sürtünmə qüvvəsi mc kosinus alfadır və buradan çıxır ki, sükunət sürtünmə qüvvəsi və dartı qüvvəsi bucağın qiyməti ilə düz asıdır sinusa görə. Dayağan reaksiya qüvvəsi və sürüşmə sürtünmə qüvvəsi isə